Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə dövlət tərəfindən vətəndaşlara bayram münasibəti ilə veriləcək bayram pulu və ərzaq yardımı ilə bağlı ətraflı məlumat verəcəyik. Hansı ailələr bu yardımdan yararlana biləcək, hansı ailələrə bayram pulu və ya ərzaq yardımı verilə bilər? Ümumiyyətlə, ərzaq yardımı və ya bayram pulu nə vaxt veriləcək, kimlər üçün, hansı ailələr üçün veriləcək, ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, videomuza keçid edək. Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə bayramda bir dəfəlik ödənişin və ərzaq yardımının olunması gözlənir, hörmətli izləyicilər. Bu bir dəfəlik ödəniş daha əvvəl dekabr ayında yeni il ərəfəsində verilmişdi. Prezidentin sərəncamından sonra bu ödəniş verilmişdi. Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə Prezident sərəncam vermiş və ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrin hər birinə 200 manat miqdarında bir dəfəlik ödəniş verilmişdi. Qeyd edim ki, Ramazan bayramı və Novruz bayramı ikisi də eyni tarixə düşdüyü üçün bu dəfə də həmin yardımın olunması gözlənilir. Təbii ki, bunun üçün Prezidentin sərəncamı lazımdır və Prezident də yaxın günlərdə sərəncam imzalaması gözlənilir bu barədə. Və qeyd edim ki, ərzaq yardımı da vətəndaşlara hər bayramda onsuz da ərzaq yardımı olunur. Hər il vətəndaşlara ərzaq yardımı olunur. Bu ərzaq yardımını almaq üçün siz hara getməlisiniz? Qeyd edim ki, hörmətli izləyicilər, ərzaq yardımını almaq üçün rayonlarda yaşayan vətəndaşlar rayonlar üzrə sosial fonda yaxınlaşmalıdır. Bakıda yaşayan vətəndaşlar isə Sosial Xidmətlər Agentliyinin filiallarına yaxınlaşa bilər. Hörmətli izləyicilər, bayram pulu, yəni bir dəfəlik ödənişin verilməsi ilə bağlı 10 martdan sonra Prezidentin sərəncamı gözlənilir. Bu ödənişin daha əvvəllər bayramlarda verildiyi kimi bu bayramda da verilməsi gözlənilir. Miqdarı isə təxmini 200 manat olunacağı gözlənilir, hörmətli izləyicilər. Qeyd edim ki, Prezident sərəncam imzalasa, ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrə bir dəfəlik yardım verilə bilər. Qeyd edim ki, bir dəfəlik yardımın verilməsi və ya verilməməsindən asılı olmayaraq Azərbaycanda bayram ərəfəsində fərqi yoxdur. Həm yeni il ərəfəsində, həm Ramazan bayramı ərəfəsində vətəndaşlara, aztəminatlı ailələrə hər zaman ərzaq yardımı olunur. Ərzaq yardımını da almaq üçün dediyim kimi rayonlarda sosial fonda, Bakıda isə Sosial Xidmətlər Agentliyinə müraciət etmək lazımdır. Hörmətli izləyicilər, bayram pulu deyilən 200 manat bir dəfəlik ödəniş sırf ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələr üçündür. Bu yardım daha əvvəl dekabr ayında, dediyim kimi, qeyd etdiyim kimi dekabr ayında vətəndaşlar üçün verilmişdi. Prezidentin sərəncamından sonra bu ödəniş verilmişdi. İndi isə Prezidentdən əgər hər hansı bir sərəncam verilərsə bu barədə ödənişlərin də Ramazan bayramı ərəfəsində ünvanlı dövlət sosial yardımının köçürülməsindən sonra veriləcəyi gözlənilir. Qeyd edim ki, ünvanlı dövlət sosial yardımları bu ay üçün bayramla bağlı ödəniş qrafikindən əvvəl ödəniləcək, hörmətli izləyicilər. Ödəniş qrafiki dəyişdirilib. Normalda ünvanlı dövlət sosial yardımları hər ayın sonu 25-28 arasında köçürülür. Ancaq bu ay bayramla bağlı olaraq bütün ödənişlərin, istər pensiyalar, istər təqaüdlər, istər sosial müavinətlər, istər ünvanlı dövlət sosial yardımı, bütün ödənişlərdə, dövlət tərəfindən təmin olunan bütün ödənişlərdə qrafik dəyişdirilib və qrafikdən əvvəl ödəniş olunacaq, hörmətli izləyicilər. Qeyd edim ki, Azərbaycanda bütün pensiyalar, əmək pensiyaları xüsusilə də 6 mart ərəfəsində veriləcək, yəni sabah pensiyaların ödənişi gözlənilir. Qeyd edim ki, ünvanlı dövlət sosial yardımın və digər müavinətlərin ödənişi isə martın 13-15 aralığında baş tutacaq. Qeyd edim ki, dövlət tərəfindən sosial müavinətlərin ödənilməsi mart ayının 13-15 aralığında olacaq. Qeyd edim ki, ünvanlı dövlət sosial yardımlarda martın 13-dən 15-nə qədər tam şəkildə vətəndaşların bank kartlarına ödəniləcək. Hörmətli izləyicilər, bayram pulu bir dəfəlik ödənişlə bağlı mart ayının 10-undan sonra bir videomuz daha olacaq. Qərarın təsdiqlənib təsdiqlənmədiyi ilə bağlı bir videomuz daha olacaq. Qeyd edim ki, ünvanlı dövlət sosial yardımının qaydalarında dəyişiklik olunub. Bundan sonra bəzi ailələr sosial yardım alarkən çətinlik çəkəcək və ya bəzi ailələr də ünvanlı sosial yardım alarkən daha rahat ala biləcək. Hansı ailələr çətinlik çəkəcək və ya hansı ailələr rahat sosial yardım ala biləcək, bu haqda da ətraflı məlumat verəcək. Dəyişən qaydalar hansılardır, bundan sonra hansı qaydalarda ünvanlı sosial yardım alacaqsınız? Növbəti videomuzda bu haqda ətraflı şəkildə məlumat verəcəyik. Videomuz yekunlaşdı, hörmətli izləyicilər. Videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.